maraqlı xəbərə rast gəldim. Dedim ki, onu mütəxəssisə çatdırmalıyam. Bir vaxtlar bir aparıcı var idi, veriliş aparırdı. İş həmişə var. Tapırdı. Və deyirdi ki, iş həmişə var, iş həmişə var. Onu da demək olar ki, hamı bir-birindən danışanda, deyəndə iş yoxdur, gileylənəndə işsizlikdən tez deyirlər, iş həmişə var. Demək, qoy görək adı necədir o aparıcının, adını bilmirəm. Hə, Fərid Rəsul, açıq adını bilmirəm. Çünki mən də sosial şəbəkədə görmüşdüm, efirlərdə izləməmişdim. Açığı mən aparıcıları az halda tanıyıram, adlarını da az halda bilirəm. Demək, həmin Fərid, qoy bir də baxım, Fərid Rəsul Məkkəyə gedib, Qaz 24-lə. Niyə görə belə başqalarına yox, məhz Qaz 24-lə? Qaz 24 var indi. Xarici maşınlar falan. Bu barədə aparıcı sosial media hesabında paylaşım edib. O Qaz 24 markalı avtomobil ilə Azərbaycandan oraya gedib. Yəni Məkkəyə. Salam Məkkə. Beləliklə 1977-ci ilin Qaz 24 ilə Azərbaycandan Məkkəyə 5000 kilometr sürüb çatdıq. Yəqin bir neçə nəfər olublar ki, növbəli şəkildə. Çünki o yolu getmək üçün, sürmək üçün, maşını idarə etmək üçün güc lazımdır, səbir lazımdır. Yəqin ki, istirahət edə-edə gediblər. Kimsə tez-tez bir-birini əvəz edib, maşını idarə ediblər. Buna benzin çatdırmaq olar, yanacaq çatdırmaq olar. Yəqin çatdırıblar. Məncə bu ilk oldu. Çətin olsa da biz bunu bacardıq. Missiya tamamlandı. Amma doğrudan da ilkdir də. Bizdə kim gedib hansısa maşınla Məkkəyə? Amma bu kişi gedib də. Allah qəbul etsin.